Qara Delfin həbsxanası. Tarixdə adına ilk dəfə 1745-ci ildə rast gəlinən Qara Delfin həbsxanası aralarında adam yeyənlər, təhlükəli qatillər və terroristlər olduğu, bəlkə də dünyanın ən azlı 7 cinayətkarına ev sahibliyi edir. Adını binanın girişində yerləşən və məhkumlar tərəfindən inşa edilən Qara Delfin heykəllərindən alan bu həbsxana Rusiyanın Qazaxıstan sərhədində yerləşir. Buradakı məhkumların bilinən və hələ sübut olunmayan cinayətləri göz önünə alındığında təxminən 3500 insanın ölümünə səbəb olduqları anlaşılır. Bu da məhbus başına ən azı 5 cinayət mənasına gəlir. Həbsxana içərisində güvənlik o qədər yüksək səviyyədədir ki, binada məhkumlardan çox gözətçilər var. Gözətçilər 900 nəfərdir. Bu gözətçilər isə illərdir hər 15 dəqiqədən bir hücrələri yoxlayırlar. Məhkumlar gündə sadəcə bir dəfə hücrələrindən çıxardılır və günlük idman hərəkətləri üçün 90 dəqiqəlik digərindən biraz daha böyük bir hücrəyə aparılır. Bu köçürmə zamanı isə belləri bükük və əlləri yuxarıdan qandallanmış şəkildə ən az 3 gözətçi ilə aparılır. Bağça gəzintiləri də yenə belləri bükülmüş, başlarında ən azı 3 gözətçi ilə həyata keçirilir. 24 saat daim nəzarət altında olan məhkumların gün ərzində oturmaqlarına və ya yatmaqlarına icazə yoxdur. Sadəcə yatmaq saati gəldiyində yatmaqlarına icazə verilir. Qara Delfin həbsxanasında yeməkxana yoxdur. Məhkumlara gündə 4 dəfə fərqli şorbalar verilir və bu sırada yenə də hücrələrindən çıxarılmırlar. %200 ilə yaxın tarixdə Qara Delfin həbsxanasından qaça bilən olmamışdır. Qaçmağa cəhd belə olmayıb. Ömür boyu həbs ilə cəzalandırılan məhkumlardan bugünə kimi azad edilən də olmamışdır.